Salam əziz dostlar. Bu videoda sizlərə riyaziyyatda önəmli teoremlərdən biri olan Stewart teoreminin isbatını göstərəcəm. Stewart teoremi əsasən olimpiada proqramlarında istifadə olunan bir teoremdir. Ola bilər ki, abituriyentlər üçün yad bir teorem olsun. Ancaq bizim də öyrəndiyimiz median və tənbələn düsturları elə Stewart teoreminin xüsusi bir halıdır. Stewart teoreminin belə sözlə ifadə eləsək, budur ki, deməli, ixtiyari ABC bir üçbucaqdır. Bu üçbucağın təpəsindən qarşı tərəfə çəkilmiş xəttin, yəni x-in, AD kəsəninin uzunluğunun kvadratı, yan tərəflərin kvadratlarının qarşıdakı parçalarla çarpaz hasillərinin cəminin oturacağa nisbəti ilə oturacağın ayırdığı parçaların hasilinin fərqinə bərabərdir. Biz bunun teoreminin isbatını vermək üçün kosinuslar teoremindən istifadə edəcəyik. O zaman AD uzantısının BC üzərində ayırdığı bucaqları qeyd etsək, bura alfa desək, o zaman bura beta adlanır. Və bilir ki, alfa ilə beta qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Və trigonometriyadan da bilirik ki, qonşu bucaqların kosinusları qiymətcə bir-birinə bərabərdir, ancaq işarəcə əksdir. Yəni kosinus alfa bərabər olacaq mənfi kosinus betaya. İndi isə isbatını görsədək. İsbatın birinci, biz yəni belə deyək, kosinuslar teoremi tətbiq eləyəcəyik ADB üçbucağına. O zaman görsədək üçbucaq ADB üçbucağına. Biz bura kosinuslar teoremi tətbiq eləyəcəyik. Kosinuslar teoremi ora tətbiq eləsək, alırıq ki, C kvadratı bərabərdir. C kvadratı bərabərdir. X kvadratı plus M kvadratı çıxılsın 2xm vurulsun kosinus alfa. Buradan kosinus alfanı tapsaq, kosinus alfa bərabər olacaq x kvadratı plus m kvadratı, c kvadratını sağ tərəfə keçiririk, çıxılsın c kvadratı, bölünsün 2xm şəklində olmuş olacaq. İndi artıq biz kosinus alfanı tapmışıqsa, biz kosinus betanı tapa bilərik. Çünki kosinus alfa mənfi kosinus betaya bərabər idi. Yazsaq ki, kosinus beta bərabər olacaq mənfi x kvadratı plus m kvadratı çıxılsın c kvadratı bölünsün 2xm şəklində olmuş olacaq. İndi isə biz üçbucaqda ADS üçbucağına baxacağıq. Yəni biz kosinuslar teoremini ora tətbiq edilmiş olacaq. Üçbucaq ADS üçbucağına. Burada isə tərəflərimiz betanın qarşısında b durub, tərəflər xn. Deməli, buradan alırıq ki, b kvadratı bərabərdir. B kvadratı bərabərdir. X kvadratı plus n kvadratı çıxılsın 2xn kosinus beta. Kosinus beta olmuş olacaq. Kosinus betanı da artıq burada tapmışıq. O zaman yerinə yazsaq bərabərdir. X kvadratı plus n kvadratı çıxılsın 2xn vurulsun mənfi x kvadratı plus m kvadratı çıxılsın c kvadratı bölünsün 2xm. Bu şəkildə alınır. Biraz da sadələşdirsək, alarıq ki, b kvadratı bərabərdir. X kvadratı plus n kvadratı çıxılsın. Ancaq burada mənfi çıxmaya dəyir, müsbət olur. Və 2xmə vuranda 2xlər gedəcək, geriyə qalır m vurulsun mötərizədə. M-də x kvadratı plus m kvadratı çıxılsın c kvadratı almış olur. İndi isə bu ifadənin məxrəci m-dən azad eləmək üçün hər tərəfi m-ə vuracam. Hər tərəfi m-ə vuracam. Onda alıram ki, mb kvadratı bərabərdir mx kvadratı plus m n kvadratı
üstə gəlsin. Burada m'lər gedəcək. N'in sürəti vurub açıram. Olur n x kvadratı plus n m kvadratı minus n s kvadratı. Burada isə biz x kvadratı tapmaq istəyirik. O zaman x olan ifadələri sağ tərəfə, digərlərini sol tərəfə keçirsək, nə alarıq? Alırıq ki, mb kvadratı plus ns kvadratı minus mn kvadratı çıxılsın m kvadratı. Digərləri isə x-lər sağ tərəfdə qalır. mx kvadratı plus nx kvadratı. Burada biz qruplaşdırsaq, yəni x kvadratlarını sağ tərəfdən çıxardaq, sol tərəfdən isə mnləri çıxarsaq, alırıq ki, mb kvadratı plus ns kvadratı çıxılsın. mn'i çıxartdım, geriyə nə qaldı? n plus m. Bu da bərabərdir. Buradan da x kvadratlarını çıxardırıq, çünki biz x kvadratı tapmalıyıq. m plus n bu şəkildə düşdü. İndi isə x kvadratı nəyə bərabərdir buradan? X kvadratı bərabərdir. Hər tərəfi n plus n-ə bölürəm. Və ayrı-ayrılıqla böləcəm. mb kvadratı plus ns kvadratı ns kvadratı bölünsün m plus n. Çıxılsın. Mn vurulsun. M plus m bölünsün m plus m. Buradan isə n plus m-dən ixtisar gedir. Geriyə nə qalır? Bərabərdir. Bunlar ixtisar gedəndə ayrıca yazaq bunu. Buradan da qalır. X kvadratı bərabərdir. X kvadratı bərabərdir. M vurulsun b kvadratı plus ns kvadratı bölünsün m plus n. Çıxılsın. M'in də buradan qaldı. Bununla da biz Stewart teoremin isbat eləmiş olduq.